Ya Allah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-senâ'u lillahi rabbil alemin vel âkıbetu lil muttakin. Summas salatu ve selamu ala Resulillahil emin. A'ni Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehli beytihi tayyibine tahirinel me'asumin. Siyama namusul dahir veliyyil asr. Hüccet ibnil Hasan. Accelallahu Teala faracahu şerif. Ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrahli sadri ve yassirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Esselamu aleykum ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmenlerinin mehvi, zuhur ve kıyamının teciline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Musibetler anası Hazreti Zehra salamullah aleyhanın bir rivayete göre şehadet günüdür. Xudavənd-i Müteal Bibi Fatime-i Zehra salamullah aleyhanın nəzərini üstümüzdən əskik eləməsin inşallah. Ve Bibinin bizim hakkımızda olan duaların müstecab eləsin inşallah. Bibinin pak ve mütəhhər ruhuna, müqəddəs ruhuna salavat hediye elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kur'an ve rivayetlerde Xudavənd-i Müteal dəfələrlə müminlər haqqında bəhs açıb. Müminlərin sifətlərini bizə açıqlayıb Xudavənd-i Müteal və Peyğəmbər və Əhl-i Beyti. Dəfələrlə danışılıb bu mövzularda. Sadəcə olaraq bu sifətlər ki, müminin sifətləridir, Qur'an, Peyğəmbər və Əhl-i Beytinin kəlamlarında bu əməlləri dünyada ən kamil surətdə yerinə yetirənlər var. Məsələn, Xudavənd-i Müteal Qur'an-ı Kərimdə buyurur ki, mümin odur ki, xuzu və xuşu ilə namaz qıla. Bu bir keyfiyyət, bir sifətdir, müminin sifətidir. Hər kəs namazı xuzu və xuşu ilə qılır, o kəsin adı mümindir. Xudavənd-i Müteal buyurur ki, bu kəs mümindir. Və bunun ən kamili. Bir var, namaz qılırsan və kamil şəkildə qılırsan və Xudavənd-i Müteal səni mömin adlandırır.
Bir də var, doğulursan, əmr gəlir ki, bu mövlud üçün, bu ilahi ətiyyə, hədiyyə üçün namaz qıl. O şəxs onun ən kamilidir. Məsələn, Xudavənd Mütəal buyurur, İnna ə'teynəkəl kəvsər, biz kəvsər verdik sənə, fasalli, indi namaz qıl. Biz kəvsər verdik sənə, Fatimə-i Zəhranı verdik sənə, fasalli, namaz qıl. Namazı qıldın, bu haqda və nəhərdə et. Get, indi dəvə qurbanlığı ver ki, mənim qızım olub. Allah mənə qız verib, adını da Quranda adlandırıb, buyurur ki, Kəvsərdir. Görsən, dəfələrlə ərz eləmişik belə bəhslərimizdə, xidmətinizdə ki, bir var, insan kitab olur, kitab oxuyur, əxlaqını düzəldir. Bir də var, insan əməl edir, onu yazırlar kitaba və biz onu oxuyub, əməl edib, əxlaqlı oluruq. Bunun fərqi var. Peyğəmbər əleyhissalam ümmidir, heç bir kitab oxumayıb, əxlaq kitabı. Kitabı ola, ona əməl etmiş ola. Amma biz bugün Peyğəmbər əleyhissalamın sirə və sünnəsini oxuyuruq, onun elədiyini edib, oluruq əxlaq sahibi. Artıq o özü kitabdır. Müminin pəs ərz elədim, birinci keyfiyyəti Qur'an-ı Kərimdə. Mən bura 50 dənə sifət yazmışam. Hamısını deməyəcəyim, qorxmuyorum. Nə qədər çatdırsam deyəcəyim. Kaş elə tez-tez deyərdim, hamısını deyərdim 50-sində ki, bizə lazımdır. Amma nə qədər çatdıraram deyərəm. Burada 50 sifət ki, qeyd eləmişik, hamısı əkməl, nə kamil? Əkməl. Kamil 14 gecəlik aydır. Əkməl ondan da üstünüdür ki, o Rəsulullahın çöhrəsidir. O Həzrəti Zəhranın çöhrəsidir. İnsan kamil ola bilər, amma əkməl artıq Peyğəmbərin özüdür. Bunun da əkməl. Kumməl də var. Bəzi ariflər var. Məsələn, Hüseynqulu Həmədani ağanın ya Həsən Əli İsfahanı ağa üçün qeyd edirlər ki, bu kumməldir. Kumməl kamildən üstündür. Amma əkmələ çatmaz. Əkməl elə sifətdir ki, sabitdir, dəyişmir. O məqamı əldə edib və sabitlənib, qalıb orada. Mən istəmirəm bunun dərinliklərinə gedək, o qədər də vaxtımız yoxdur. Əslində bir 20 dəqiqə danışsaq bəs eləyər, amma biraz çox danışsam bağışlayarsınız. Namaz, insan namazı qəlbi ilə qılırsa, elə bir ki, namazı neyniyib? Xuzu-xuşuyla qılıb. Biz namazı boynumuzdan götürmək üçün qılırıq. Mənim kimilər. Sizə aid deyil. Boynumdan götürülsün. Axşam oldu, günəş batdı, bir 3-4 qılmaq lazımdır. Qılım canım bundan qutarsın. Amma Rasulullah bu cür dördü, eşitmişsiniz. Deyir, Bilal əyləşmişdi, bir neçələri də əyləşmişdilər. Bilal da Peyğəmbərin yanında idi, yaxın idi Peyğəmbərə. Deyir, azanın vaxtı daxil olanda Peyğəmbər əleyhissalam vurdu belə Bilalın dizindən. Bilal belə baxdı. Dedi, Bilal, çıx azanı ver, rahat elə bizi. Yəni, daxil olaq Allahla danışıq, diyaloqa daxil olaq. Bizdə diyaloq deyil, bizdə yükü boynumuzdan atmaqdır. Onlar ki, kamil insanlardır, onlar namazı qəlblə qılanlardır. Deyirlər bəzən belə,
Biz necə eləyək ki, misalan, namazla necə rəftar eləmək lazımdır, onu düzəldək. Namazın da rəftarı vardır. Namazın rəftarlarından biri nədir? Dəstəmaz almalısın. Bu namazın rəftarıdır. Namazla necə rəftar eləyərlər? Dəstəmazsız gəlmək olmaz. Namazla necə rəftar eləyərlər? Dəstəmazdan qabaqki işlərdə diqqətli olmaq lazımdır. Namazla necə rəftar eləmək lazımdır? Məsələn, biz gedirik, gələ qaça-qaça gəldik, iqaməyə dedik, namazı qıldıq. İqamə mənası bərpa etməkdir. Sən izin aldınmı? Azan sözü izin sözüdür. Məsələn, birinci azanı ver, yəni izin al. Sonra iqaməyə dey, yəni bərpaya qalx. Onlar ki, qəlbən namazı qılırlar, onlar azanla başlayırlar. Mikrofonla azan verildi, bəs eləyir, yəni kasetlə. Yox, bəs eləmir. O bəs eləmir, o canlı azan deyil. Məsciddə canlı azan verilsin, dalıcanda nədir? İqamə, indi peşin namazı iqamə deyəcək, başlayacaq. Amma canlı azan. Daha yaxşı olar ki, insan azanla başlasın, yəni izn alsın. Bu olur namazla rəftar. Namazla necə rəftar eləyərlər. Bu namaz birincidir. Bundan sonra 49 dənə sayılan şeylərin hamısı. Əgər bu birinci yoxdur, heç biri yoxdur. Var, amma yoxdur. Əgər sən gedib mənə görə hansısa bir fəqirin qapısını döyüb, ona 5 manat pul verirsənsə, onun adı sədəqədir, amma özü sədəqə deyil. Özü sədəqə deyil. Sədəqə ünvanı ona o vaxt şamil və aid olar ki, sənin namazın olsun. Namazın olmasa, ona sədəqə ünvanı düşmür. Elə bir ki, çıxartdın, atdın o yana. Kimsə yedi. O yiyən apardı ya, amma sənə üçün çatmadı. Yiyən yedi. Əməlləri də bu cürdür. Bəs birinci xüsusiyyət, ona görə Xudavənd Mütəal hər yerdə danışır, birinci namazı deyir ki, bu namaz. Hansı namaz? O namaz ki, qəlbi namazdır, xuzu və xuşusu var ki, insan o ilə kamil olur. Eşitmişsiniz o böyük alimlərin haqqında deyir ki, məsələn deyirəm də, məsəl üçün, indi 10 yaşından başlayıb namaza, gəlib indi 30 yaşı var, deyək ki, 20 ildir namaz qılırdı, hər gündəlik qıldığı namazı qılırdı, heç keçmiş 20 ili təzədən qılıb. Sonra yaşı gəlib çatıb məsələn 50-yə, 40 ildir qılır, 40 ili bir də təzəliyib. Hələ ürəyi ilə olmayıb, övladlarına deyib ki, bəs mən ölürəm, mənim namazlarımı tözəliyərsiniz 3-cü dəfə. O qədər diqqətlidir namazda, o bilir ki, namazsız mümkün deyil. Onu bilir. Yoxsa elə qıldım da, namazı qılmışam. Həzrəti Zəhra salamullah əleyha bu namazda kamil və kumməl yox, əkməli idi. Əkməli. Məsələn, səxavəti necə yadına gəlmir ki, haçan məsələn rükuda 2 saat dayanıb. Heç ağlından keçib görəsən. Amma onlar dayanırdılar 2 saat, 3 saat, 4 saat rükuda dayanırdılar. 4 saat insan rükuda nə deyir görəsən? Əgər Subhanə Rabbiyəl azimi və bihamdih deyirsə, eyni cümləni 1000 dəfə təkrar eləyir. Yox, onun üçün hər dəfə birincidir. O mənim üçündür ki, deyirəm 3 dəfə saydım. Subhanallahı 3 dəfə təkrarladım. Subhanallah, O mənim üçündür ki, eyni sözü təkrar elədim. Amma əkməl insanlar ki var, onların həyatında təkrar yoxdur. Onlar təkrar eləmirlər. Birinci Subhanallahla ikinci Subhanallahda onlarda fərqi var. Onlar hər dəfə Quran oxuyanda birinci dəfə oxuyurlar. Nə mən 100-cü dəfədə Quran oxuyuram? Yox. Bəziləri sayır da. Demə 55 dəfə Məkkəyə getmişəm sayıb. Təkrarlayıb da. Amma görürsən hər dəfə birinci dəfə gedib. İnsan əməllərini təkrar etməməlidir. Hər dəfə birinci kimis bilməlidir. Birinci kimi. Çünki sən əgər təkrar edirsənsə, zehnində təkrar qalıb. Düzdür, təkrar adətə səbəb olur. Amma birdən adətə yox, yəni üzr istəyirəm, mələkəyə yox, adətə çevrilsə, səni bərbad edəcək. Bunda başqa söhbətləri var.
Adət insanı bərbad edir. Mələkə insanı Allaha tərəf aparır. Mələkə, elə mələk başa düşsə eybi yox. Mələkə elə adət deməkdir, amma adətdən fərqi nədir? İnsan mələkvari eləməlidir. Yəni, insan bir əməli yerinə yetirirsə, nəfsin kənarı qoysun, desən, mən sırf ağlımla edirəm bunu. Və bu ağlımla etdiyim işi məndən qəlbim istəyir. Qəlbim kimdən deyir? Ancaq Allahdan. Əyyub Peyğəmbər bilirsiniz, mal dövləti çox idi Əyyub Peyğəmbərin. Quranda belə bir ayə var. Əyyub Peyğəmbər Allaha deyir ki, İblis məssənniyə zor. Buyurur ki, zərəri iblis çatdırdı mənə. Yəni, iblis zərər verdi mənə. Quranda əlbəttə bu böyük bir mövzudur. Əyyub Peyğəmbərdir. Amma deyir, iblis mənə zərər verdi. Quranda Xudavənd Mütəal o yerdə ki, iblisin, şeytanın Peyğəmbərə zərərindən danışır, hər yerdə hissidir. Mənəvi ola bilməz. Qəlbi ola bilməz. Hissidir. Yəni, o qədər. İblis Allaha dedi ki, Allaha dedi ki, bu Eyyubə ki, sən bu qədər var dövlət vermirsən, minlərlə qoyun, quzu filan. O, bunu verdiyinə görə eləyir onları. İblis bilir ki, gəlib Əyyuba birbaşa onu deyə bilməyəcək. Allaha deyir ki, Allah buyurur ki, Əyyubu görürsən, necə ibadət, itaət, xuzu, xuşu. İblis deyir ki, var dövlət vermirsən, eləyir də. Allah buyurur ki, xeyr, ona görə deyil. Mən onu ispat eləyəcəm. İspat eləyəcəm, bir-bir başladı. Bir-bir başladı, qoyunlar getdi, quzular getdi, hər şey. Nə var? Əyyuba aid hər nə var getdi. Əyyub dayanıb, dik əyilmir. Bədənin də aldı, dik dayanıb əyilmir. İndi adamın bədəni xəstə olsa əyilər. Amma söhbət ruhunun dikliyindən gedir. Dayanıb. Ta o yerə qədər dayandı. Hətta belə deyirlər ki, bir həşərat üstündə idi, gezirdi, götürə bilmirdi. Hissiyyatı ölmüşdü. Bir dənə ruhu bədəndə qalmışdı. Hər şey getmişdi bədənindən. Axır bitər o həşəratı getirdi, qoydu üstünə. Dedi ki, hara gedirsən? Səni Allah burada qərar verib. Hara gedirsən? Otur burada. Üstümdən düşmə. İblis məətər qaldı. Xudavənd Mütəal buyurdu ki, gördün İblis? Gördün, o özü onu istəyir. Mənim yolumda sabit qalmağı, əkməl qalmağı özü istəyir. Gördün, mən ispat elədim. İndi Eyyub Peyğəmbərə hər nə var idi, hamısını tezdən qaytardı. Allahın əlində deyil, Allah da verərdi. İblis insanı xəyal və his üzərində aldadır. Peyğəmbərdə xəyal və his yoxdur. Sırf ağıldır. Ona görə heç nə eləyə bilmir. Peyğəmbərə iblis heç nə eləyə bilmir. Elə qıraqda qurdalanar. Nəsə atar, söz atar belə. Amma orada xəyal və his qədər. Ondan artıq heç nə eləyə bilməz. Çünki ağlına müdaxilə eləyə bilsə, Peyğəmbər seçə bilməz. Allahdan gələndir, yoxsa nədir bu? Qarışıq düşər. Vəhiy ilə, Allahın vəhiy ilə, yəni şeytani və rəhmani qarışıq düşər, bilməz hansıdır. Zəkəriyya Peyğəmbər xəbər gəldi Zəkəriyyaya ki, Zəkəriyya, oğlun olacaq. Dedi, mənim 90 yaşım var. Dedi, bəli. Dedi, necə olacaq, yaxşı, məni bildim, 90 yaşım var, kişiyəm. Mənim xanımım, o vaxtdan ki, mən almışam cavanlıqdan bu nazadır. Yəni, övladı heç vaxt olmaz. Əqimdir, ola bilməz, mümkün deyil, tip dayanıb.
Ola bilməz. İndi mən boşanmıram, o mənim xanımımdır. Cəbrail əleyhissalam deyir ki, buna Allah deyir. Buna Allah deyir ki, olacaq. Və nişanəsi var bunun. Deyir, bəli, nişanəsi var. Deyir, nədir nişanəsi? Deyir, 3 gün, gecə və gündüz Subhanallah deyə biləcəksən, kiməsə salam verə bilməyəcəksən. Dilüvi alacaq səndən. Salamat ola-ola sən danışa bilməyəcəksən. Kim səndən nə soruşsa, əti ver, çörəyi götür, sən danışa bilməyəcəksən. Bir də Subhanallah deyə biləcəksən. Yəni zikirdə, tək Subhanallah yox. Yəni ancaq zikir deyə biləcəksən. Başqa heç bir şey deyəməyəcəksən. Görəcəklər ki, zikir deyə bilirsən, yəni dilin var. Amma danışa bilmirsən. Zikirdən başqa şey danışa bilmirsən. İlahi, sən niyə belə eləyirsən? Bu Zəkəriyyə Peyğəmbər bu nişanəni niyə soruşur? Sonra Yəhyanı alır. Oradan sonra bir nəfər uşaq dünyaya götürür. Məryəmlə dünyaya gələn kimi həmən 10 dəqiqədə dünyaya gəlib danışır. Danışa bilməyəni danışdırır, danışa biləni qoymur danışmağa. Allah buyurur ki, bu mənim iradəmdir. Mən istəyirəm belə eləyim. Bir nəfər istəyirəm kamil eləyim, əkməl eləyim, mən bu cür eləyirəm. Oradan Həzrəti Məryəm salamullah əleyhanı, anası Hənnə dua eləyirdi ki, oğlum olsun, oğlum olsun. Və elə hiss eləyirdi ki, qarnındakı oğuldur, oğlandır. O oğlanın qaydaları var da, belə deyək. Yaşlılar bilirlər axı, bir nəfərin 90-100 yaşı varsa, o adam ki, 2 canlıdır xanım, baxan kimi bilir ki, oğlu olacaq, qızı olacaq. Onlar onu bilirlər, köhnələr lap bilərdilər. İndi bu söhbət gedir 2025 il bundan qabaq. İsa Peyğəmbərin artıq 2025 yaşı vardı. Bu 2025 il bundan qabağın söhbətidir. Onlar bilirlər. Dünyaya gələn kim gördü? Qız. Deyir, ilahi, bəs oğlan olacaq. Mən oğlan demişdim sənə. Xudavənd Mütəal buyurur ki, narahat olma, mən sənin duovu qəbul eləmişəm. Duovu qəbul eləmişəm. Amma bu qız o oğlandan yaxşıdır. Nə qızlar oğlanlardan yaxşıdır ya. Bu qız olacaq idi, o oğlan ondan yaxşıdır. Yəni konkret buradan söhbət gedir ha. Başqa cür başa düşməsinlər. Bu qız o oğlandan yaxşıdır. Bilmir axı Məryəm salamullah əleyha. Peyğəmbər deyil ki belə. Bilmir. Sonradan gəldi, 14 yaşı tamam oldu. Cəbrail əleyhissalam gəldi ki, yaxşı. İndi sən oğlun olacaq, din etmə belə. Niyə? Mənim ərim yoxdur, bu necə olacaq bu belə? Özdə Məryəm salamullah əleyha, bilirsiniz, tahir idi. Mütəhhərə idi. O deyir, İnnəlləhə istəfəki və təhhərəki. Allah səni seçib, paklayıb. Xanımlar axı məsciddən ay ərzində bir neçə gün çıxmalıdırlar bayrağa. Bunda o yox idi. O yox idi. Öyle daim məscidin içində idi. Bu cür eləmişdi Xudavənd Mütəal. İstəyir belə olsun. Dedi, yaxşı, indi mən nə deyəcəm cəmaata? Necə çıxım indi mən cəmaatın qabağına? Narahat olma. Narahat olma. Biz məsələni həll edəcəyik. Necə? Bir neçə gəldilər, soruşanda səndən ki, Məryəm, biz səni belə bilmirdik, sən mehrabda böyümüsən filan. Narahat olma. Dinə, mən danışa bilmirəm. Yenə gəldi, danışmaq istəyir. Dinə, mən oruç tutmuşam, danışa bilmirəm. İşarə ilə uşağa, o danışacaq. Yəni, o töhmət götürüləcək. İndi burada bütün alimlər, şiə, sünni alimlərin 20%, 80% deyir ki, təqribən 80% deyir ki, Məryəm salamullah əleyha özündən qabaq, öz zamanında, özündən sonra bütün xanımların səyyidəsidir. 80% sünni alimləri, 20% deyir ki, yox, belə deyil. Belə deyil. O cümlədən onların üstünləri də adını çəkmirəm.
onlardan. Niyə istəyirlər onu desinlər? Çünki söhbət dolanıb gələcək Fatimə Zəhranın üstünə. Ona görə təəssübkeşlikdən bilir axı fırlayıb gələcək söhbət. Bu tema, bu mövzu oradan ki başlayır. Siz bilirsiniz ki, Həzrəti Zəhranın şəhadətidir. Bu Həzrəti Zəhradan danışılmalıdır. Mövzu ki oradan başlayır. Bilirsiniz ki, axırda gəlib hara çıxacaq? Həzrəti Zəhrayı çıxacaq. Ona görə onun təəssübkeşliyi tutub. Elə əvvəldən dirənib ki, yox bu cür deyil. Amma məlumdur ki, bu cür deyil. Yəni Həzrəti Məryəm öz zamanının xanımlarının seyyidəsidir. Bunu kim deyir? Gəldilər Əmir əl-Möminin Rasulullahın vaxtında. Rasulullah buyurdu ki, Əlican 50 dənə qoyun var, apar payla. Əmir əl-Möminin apardı, kestilər, payladılar. Bitkə belə bura gəlib çıxmadı. Əmir əl-Möminin qayıtdı, gəldi məscidə, Rasulullahın yanına dedi, ya Rasulallah, payladım hamısını. Dedi, payladım, qutardım, dedi, bəli. Buyurdu ki, axşam yeməyə gələcək sizə. Axşam namazını qılırıq. Xas Əmmargili, Salmangili yeməyə gələcək sizə. Əmir əl-Möminin bir gün ondan qabaq Həzrət Zəhradan soruşub ki, neyimiz var? Əlican, heç neyimiz yoxdur. Əmir əl-Möminin başını saldı aşağı, danışmadı. Allah kərimdir də, yəni. Axşama hələ biraz qalıb məsələ. Gəldilər evə. Əmir əl-Möminin də qalıb belə, indi Peyğəmbər gələcək əshabla, deməyib də Peyğəmbərə ki, yox, gəlmək üçün neyimiz yoxdur. Belədir ki, Peyğəmbərdir də, deyib ki, gəlirik sizə, yəqin bir bildiyi var. Zəhra Canbəs, Atongili gəlir də, Peyğəmbər gəlir əshabla. Həzrət Zəhra danışmır, gəldilər, Rasulullah əyləşdiyi süfrə açıldı. Rasulullah buyurdu pərdə arxasına, indi əshab da buradadır, pərdə arxasına ki, qızım, yeməyi ver. Yemək gəldi, yedilər, Əmir əl-Möminin də qalıb belə. Həzrət Zəhra mənə demir ki, yemək var. Soruşuram, deyir, heç nə yoxdur. Buradan yemək gəlir. Nəsə yemək qutardı, Rasulullah da məsələdən agahdır. Bir adam 50 qoyun paylaya, 50 yox, 500 min paylaya, 1 milyon paylaya, 1 milyard qoyun paylaya. 50 qoyundan bitkə evinə götürməyən, heç 500 milyondan da nədir? Götürməz. Halbuki ona düşür o. Ki, daha indi mənə də düşür də, evimizdə heç nə yoxdur. Mən də o fəqirin biriyəm. Rasulullah baxdı Əmir əl-Mömininə, dedi, narahat olma. Narahat olma. Bu yemək də oradan da yox idi. Cənnətdən gəlib. Allah göndərib onu Zəhraya görə. Orada Rasulullah bir cümləsi var. Deyir ki, Məryəm salamullah əleyha öz zamanəsinin xanımlarının seyyidəsi idi. Sən doğrudan da aləmlərin seyyidəsisən. Da orada demir, aləmlərin xanımlarının seyyidəsi yox. Aləmlərin seyyidəsisən. Sən mələklərin də seyyidəsisən. Sən hər kəsin seyyidəsisən. Məryəmlə Həzrəti Zəhranın bir fərqi də var. Bir fərqi də var. Həzrəti Məryəmlə mələklər Qur'ana görə 2 dəfə danışıb. Qur'ana görə 2 dəfə. Amma Həzrəti Zəhranla 75 rivayəti qəbul etsək 75 gün danışıb. Peyğəmbərdən sonra deyirəm elə. 95 rivayətindən 95 gün danışıb. Hər gün Cəbrail əleyhissalam özü, Ruhul Əminin özü. Məryəm salamullah əleyhaya enən mələk Cəbrail, ilk dəfə enən Cəbrail olub. Ondan sonra bilinmir, Cəbraildir yoxsa yox, başqası da ola bilər. Qur'anda mən çatdıra bilmirəm, onları istəyirəm ki, dəlilini də deyim, eşidən də sonra, qulaq asanlar da bilsinlər. Qur'anda ayə var, Xudavənd Mütəal buyurur ki, bir dəfə deyir ki, Cəbrail götürür Ruhul Əmin. Başqa bir ayədə var ki, mələklər, vəhyi mələklər götürür. Deyir, mələklər rusuldur, rusul.
Yəni rəsuldular. Biz mələklərin içindən rəsul seçmişik. Onlar götürüb gəlirlər. Yəni ola bilərdi misal üçün Əyyub peyğəmbərə Cəbrail əleyhissalam yox, başqa bir mələk gəlib. Hər halda Allahın vəhyin götürüb. Aydındır? Hə, Məryəm salamullahi əleyhaya Cəbrail əleyhissalam bir dəfə nazil olub. Sonra bilinmir hansı mələklər. Amma Həzrəti Zəhraya 95 gün peyğəmbərdən sonra peyğəmbər dünyasını dəyişən kimi 95 gün ya 75 gün hər gün Cəbrail əleyhissalam özü şəxsən nazil olub. Bilirsiniz də Cəbrail əleyhissalam elə varlıqdır ki, peyğəmbər əleyhissalam deyirlər, rivayətlərdə deyirlər, peyğəmbər onun simasını, həqiqi simasını bir dəfə görüb. Həqiqi simasını. İndi o rivayət hələ öz yerində qalsın, amma balaca bir cümlə ilə ərz edeyim. Deyir ki, bir dəfə, qardaşım, peyğəmbər buyurur Cəbrailə ki, qardaşım, sən özünə baxın bir dənə. Yəni, ya peyğəmbər Cəbrail əleyhissalam da ki, bəlkə lazım deyil filan. Baxmaq istəyirəm, yəni sənin özünə baxmaq istəyirəm. Ayağı yanında idi peyğəmbərin, Cəbrail əleyhissalamın ayağı peyğəmbərin yanında idi. Amma başı qalxızdıqca bilinmirdi başı haradaydı. Yəni bir cismə girdi də elə bil. Yəni elə belə varlıq deyil Cəbrail əleyhissalam. Allahın bütün kitabları onun qəlbində içindədir Cəbrailin. Cəbrail çox ağır bir mələkdir. Elə belə varlıq deyil, mələkdir heç. Amma başqa mələklərdən üstündür. 4 dənədən biridir Cəbrail əleyhissalam və ən üstünüdür. İsrafil peyğəmbərdir, Mikail peyğəmbərdir, Əzrail, üzr istəyirəm peyğəmbərdir, mələkdir. Bunlar aşağıdırlar. Cəbrail mələk çox üstündür. Bunların üçündən də üstündür. Böyük bir varlıqdır. Yəni hər bir insan onu götürə bilməz. Amma Həzrəti Zəhra-i Əthər Cəbraili götürə bilirdi. Eynəndə Cəbrail əleyhissalam Həzrəti Zəhraya, Həzrəti Zəhra onu çox rahat qarşılaya bilirdi. Onu biz heç məsələn, böyük insanlardan indi adını çəkmək istəmirəm. Məsələn, Əllamə Təbatəbai mərhum, Allah rəhmət eləsin, gəlib, Cəbrail əleyhissalam yox, amma mələk ona gəlib, var onun tarixində ki, mələklər belədir. İkinci sifət müminin. Həzrəti Zəhra salamullahi əleyha namazdan sonra zəkata üstünlük verirdi. Namazdan sonra zəkata üstünlük verirdi. Zəkat təmizləmədir. Zəkat onların özünə olmaz. Peyğəmbər balalarına zəkat olmaz. Verə bilərlər, yiyə bilməzlər. Xumsu yiyərlər, amma zəkatı yiyə bilməzlər. Zəkat çirkdir də, çirk. Məsələn, 40 dənə qoyunun biri onun çirkidir. Deyilə, zəkatdır. Ona görə o çirk adlandırdığına görə, zəkat təmizləmə adlandırdığına görə, onu Peyğəmbər və balalarına zəkat olmaz. İcazı yoxdur. Həzrəti Zəhra salamullahi əleyha bunu əkməl formada verdi. Qapı döyüldü, yetimə verdi, əsirə verdi, miskinə verdi. Ya bir gündə verdi üçünü, ya 3 gün ardıcıl verdi. Nə fərqi var? Axır neynədi? Oruc ağzına öz iftarlarını verdilər. İftarlarını. Biz nə deyərik? Biz deyərik ki, qapı döyülər, yoxumdur. Miskin, əsir, fərqi yoxdur. Yoxumdur. Yoxumdur deyib salaram yola. Məsələn, 5 nəfərik evdə 5 dənə küftə pişib. Adama bir dənə, biz deyərik ki, adama bir dənədir də, 6-cı olsaydı verərdi. Bizdə belədir. Amma onlarda bu cür deyil. Çünki onların evində heç bu yemək bişmir heç. İndi nə olardı Həzrəti Zəhranın, Əmir əl-Möminin evində nə olardı ki, olsaydı bir çörək nəqd olardı. İndi çörəkdən də başqa nə olardı ki, onlar səxavət kimi aşan-daşan belə yemək, içmək filan belə eləməzdilər. Niyə? Onlar ən aşağı insanla özlərini bərabər eləyiblər. Ən aşağı insanla. Biz özümüzü həmişə dartmışıq ki, qonşu misal üçün 5 dəyə pişirib, mən 7 dəyə pişirim. Biz həmişə özümüzü yuxarı dartmışıq ki, yuxarıya çatım. Amma onlar həmişə yuxarı məsələlərində Allah olub. Amma insani cəmiyyət məsələlərində aşağıya olublar onlar. Nəyə lazımdır ki, yəni? Nəyə lazımdır?
Əvvəla indi yuxarıya getmək elə baş ağrıdır. Amma belənçinə də nədir? Lazım da deyil. Elə Allah elə əvvəldən demişdi ki, nədir? Lazım deyil. Allahın da qatında nədir? Elə baş ağrıdır. Üçüncü məsələ şəhvət məsələsidir. Şəhvət məsələsi. Bu Həzrəti Zəhra salamullahi əleyhanın adı gələn yerdə heç bu bəhs olunmaz. Bəhs olunmaz. Elə bir kəlmə ilə üstündən keçərik. Həmən o kör mömin var idi, gəldi Ağa Rasulullahın yanına, evinə, Həzrət Zəhra da evdə idi, çağırdı, bildi Həzrəti Zəhra salamullahi əleyha ki, kişi xeylağa gəlir, bir otağı keçdi. Otaq kimi dördü bizim kimi. 5-in 6-ya 30 kvadrat, sonra nə bilim bir dənə də kvadrat. Onların evləri elə balaca, 2-nin 3-ə, nə bilim 1,5-ın 2-yə, belə xırda otaqlar idi. Həm keçmişə görə 1400 il bundan qabaq, həm də ki peyğəmbərdir, peyğəmbərin balalarıdır. Həzrət Zəhra salamullahi əleyha bir dənə pərdə asmışdı Ağa Rasulullah. Bilirsiniz də müharibəyə gedəndə Həzrət Zəhranı öpürdü, gedirdi, gələndə birinci evinə gəlib öpürdü, sonra öz evinə gedirdi. Həzrəti Zəhrasız peyğəmbər müharibəyə çıxmayıb, Mədinəyə də girməyib Həzrət Zəhrasız. Öz evinə. İndi çıxanda baxır, qaydanda görür ki, Həzrət Zəhra salamullahi bir də pərdə asıb. Pərdə də indi 1400 il bundan qabaq pərdə nə olar? Belə baxdı, edir ki, Zəhracan, peyğəmbərdən sonra ki, atacan, ya Rasulallah, nəsə narahat görəm səni. Deyən qızım, bu pərdə biraz narahat elədi. Nəsə artıq oldu bu pərdə. Nəsə, Həzrət Zəhra keçdi o birisi otağa, yəni pərdənin dalına. Pərdənin dalına o kör mömin daxil oldu içəri, hiss elədi Həzrət Rasulullah ki, o birisi otağı da dəyişdi. Bir dədi içisi o birisi otağa keçdi. Bu nəsə mömin getdi, Həzrət Zəhra qayıtdı, dedi ki, qızım, bu gözləri, yəni əli ildi də, kör idi, niyə getdin ki? Deyir, atacan, o görmür də, mən görürəm. Mesela o birisi otağı niyə dəyişdin, deyir, səsi gəlməsin. Ümumiyyətlə, bu mövriddə Həzrət Zəhra haqqında danışılası bir mövzu deyil, girəsən ora. Həzrət Zəhra salamullahi əleyha onun əkməli idi. Əkməli. Yəni, mən də eşitməyim. O qədər diqqətlidir Həzrəti Zəhra. Hələ o diqqətinə görə idi. Əzrail əleyhissalam atasının canını almağa gələndə çevrildi ərəbə. Həzrət Zəhra çıxdı ki, bəli, biz Rasulullahı görməyə gəlmişəm. Deyir, ərəb get də, narahat eləmə. Ərəb də qulaq astı, sözə getdi. İkinci dəfə gələndə o 1-lə 2-nin ortasında Rasulullah soruşdu ki, ya Rasulallah, biz ərəb idi gəlmişdi. Dedi, qızım, o ərəbdir. O ərəbdir. O Əzraildir. Amma səndən həyası var. Əzraili qapıdan qaytaran ancaq Həzrət Zəhra olar. Cəbrail əleyhissalam qeyri peyğəmbərə nazil olsa, Həzrət Zəhraya nazil olar. Niyə? Çünki həm kamilidir, həm kümməlidir, həm əkməlidir. Özdə əkməl ərz elədim, kümməllə kamildə problem var. Mən indi qrammatik istəmirəm girəm. Hacı buradadır. Qrammatik girsin bu məsələyə. Kamillə kümməlin biri ismi faildir, biri sifəti mübaliğədir. İkisində də hudus var. Amma əkməldə hudus yoxdur, subut var. Yəni Həzrəti Zəhra salamullahi əleyha bu keyfiyyəti qazanıb və qazanıb dağ kimi mismarlayıb yerə. O keyfiyyət, o sifət onda tərpənməyib aşağıya, tərpənməyib. Nə tərpənib, ancaq qabağa gedib. Yəni Həzrəti Zəhra salamullahi əleyhanın 2-ci gün qıldığı namaz, 1-ci gün qıldığı namazla yerlə göy arasında fərqi olub. Hələ Həzrəti Zəhra salamullahi əleyha elə fikri götürəndə 10 il namaz qılıb. Fikri götürəndə. 18 yaşında dünyasını gətirib, fikri götürəndə 10 il namaz qılıb. Həzrəti Məryəm salamullahi əleyhada məsumluq və ismət yox idi. Sadəcə bir peyğəmbər dünyaya götürməli idi.
Amma Həzrəti Zəhra salamullahi aleyhada höccətlik var, höccətdir. O da höccət. Hamımıza höccətdir Həzrət Zəhra salamullahi aleyha. Bu öz yerindədir. Amma yəni höccət də o mənada ki, Həzrət Zəhranın dilindən bir söz eşitdin, vücubdur, fərzdir, vacibdir, yerinə yetirilməlidir. Amma 11 imamın hamısına da höccətdir. Gör, nə xanımdır bu? Gör, necə əldə eləyib? Yenə deyirəm, fiqlə götürəndə və anadan oldu, bu sümüklə, ətlə götürəndə ki, 9 yaşından qadına vacibdir bu əməllər, 9 il görüb bunu Həzrət Zəhra. 9 ilə 90 milyon illik ya en rəqəmlik bir əməllərin cəzasını, xeyri cəzasını götürüb Həzrət Zəhra salamullahi aleyha. Bir nəfər daxil oldum İmam Rıza Xanın hərəminə, elə bir müşkülüm var, belə də adam deyil, alimdir. Müşkülüm də var, çox çətinliyim də var, amma elmi səviyyəsi o vaxt olmayıb. Girdim İmam Rıza Xanın hərəminə, öz yerimdən durmuşam, kilometrlər qət eləmişəm, getmişəm, böyük bir, dərin bir müşkülüm var. İndi bu müşkülü həll eləmək lazımdır. Eləyə bilmirəm müşkülün həlli. Elə istədim, girim İmam Rıza Xanın hərəminə, gördüm Əllamə Təbatəbai deyəm qabağımda. Görüşdüm ağa ilə, dedim, ağa tanıyırıq da, yəni o məni tanıyırdı. Dedim, ağacan, bəs gəlmişəm İmam Rıza Xanın yanına, böyük bir müşkülüm var, neyniyim? İndi o da böyük bir bəhsdir. Onu inşallah başqa məclislər olar, orada danışarıq. Bütün 11 imamın hamısından Həzrəti Zəhraya təvəssül var. Yəni, müşkülləri olub, imamın müşkülü olub, Allaha Həzrəti Zəhra ilə gedib. Allahın qapısına, Həzrəti Zəhra ilə gedib. Əllamə deyir ki, yaxınlaş imama, deyinən ki imama, Həzrəti Zəhra ilə gəlmişəm qapıva, nənən Zəhra ilə gəlmişəm. Elə bil ki, keçəcək yeri yoxdur. İmamın Zəhra adından keçəcək yeri yoxdur. Keçmir. İndi birdən desən İmam Rıza'ya ki, misal üçün, ağacan, nə olar mənə də bax, məsəl üçün deyirəm, əstəğfurullah, mən faiz etibarindən götürsəm ki, 10% üstünə ki, baxım, ya misal üçün belə, amma desən ki, nənən Zəhraya xatir gəlmişəm, o sözü desən, da 100% məsələ həldir. Amma o 100% ki, deyirəm, o da bir Quran bəhsidir ki, o da dua bəhsidir, başqa bir münacat bəhsidir ki, mənə 100.000 pul lazımdır ki, İmam Rıza'ya deyəcəm ki, Zəhraya görə mənə 100.000 ver, da bu 100.000 gələn deyil. Əgər sənə lazım deyilsə, Allah bilirsə ki, sənlik deyil. Yox, sənlikdirsə gələr. O məsələləri qatmayaq. Biz ümumiyyətlə Həzrəti Zəhranın qapısını, ya imamların qapısını gedək bu maddiyyat üçün döyməyək. Bir nəfər gedib 3-4 il bundan qabaq demişdi İmam Rıza Xəy ki 500.000 pul lazımdır. 2-3 ildir gəlmir, inflyasiyada gedir, indi 700.000 eləyib. 700.000. Gəlmir də hələ. Bildin necə? Daşımaq var bunu. Balaca bir kvadrat yer deyil ki, onu misal üçün daşıyasan. Bizimki o qədər ki, elə cibimizdə gəzdirə bilirik. Əlhəmdülillah. Yəni, bəzi şeylər var ki, biz elə şey istəməliyik ki, ona o lazım olur. Bildiniz necə? Sən məsəl üçün demə ki, ilahi mən 1000 manat ver, İmam Rıza Xanın ziyarətinə gedim. Sən demə, sən deyinən mən İmam Rıza Xanın ziyarətini istəyirəm, Allah bilir ki, buna 1000 manat pul lazımdır. Biz ümumiyyətlə Allahla danışmağı biz bilmirik necə danışaq, nə istəyək. Bir də ki, layiq olsun nişanə istə. Zəkəriyya salamullah əleyh, Peyğəmbərdir, o nişanə istəyir Allahdan. Ki, bəs necə olacaq bu? Hardan bilim ki, mənim oğlum oldu, olmadı? Hardan bilim? O Peyğəmbərdir, o nişanə istəyər. Amma böyük insanlar istəyərlər, amma da bu səxavətin boyu üçün deyil bu nişanə istəmək. Bu çox çətin məsələdir.
Gedirəm İmam Zağanın ziyarətinə, ağacan qəbul etmisən, etməmsən, indi mənə bir nişanə ver. Səxavət o həddə deyil ki, bir nişanə də istəyə. O həddə deyil ki, imam da ona bir nişanə verə. O ilə danışa. Bildiniz necə? Düzdür ya, imam kafirlə də danışır. Kafir birdən bir şey istəsə və Xudavənd Mütəal izni versə İmam Rıza əleyhissalamı ya qeyri-məsuma ki, ləyaqəti var, hidayətə danışacaq, verəcək. O heç, o da başqa məsələdir. Dördü də deyim da tamamlayaq. 40 dəqiqədir danışıram. Həzrəti Zəhra salamullah əleyha ki, ərz elədim, Quranda əkməl, yəni o sifətlər, iman sifətlərinin ən əkməlidir. Onlardan biri də sözünə vəfa edən, əhdinə vəfa edən. Bu Həzrəti Zəhrada əkməli idi. Söz deyib, ona kamil surətdə əməl edib Həzrəti Zəhra salamullah əleyha. Onun minlərlə misalı var. Biz o misalları götürə bilərik. Amma birini ərz eləyəcəyəm. Ki o əhd və peymanına vəfa etməyi xanım mənə bağışlasın, dünyəvi cümlə ilə istəyirəm deyim, baha başa gəldi. Həzrəti Zəhra salamullah əleyha o əhd və peymanı üstün bildi, o sözü üstün bildi və canı bahasına vəfa etdi ona, canı bahasına. Yəni bəzən insan verdiyi əhd, söz, peyman ki ağzından çıxıb deyib, canı bahasına olsa belə gərək neyniyə? Vəfa edə. Bu, məsumlarda, höccətlərdə əkməlidir, nə kamil və kümməli. Arasular dünyasını dəyişdi. Həzrət Zəhra salamullah əleyha Qədir-i Xummidən gəlmişdilər. Qədir-i Xummidə o məsələlər baş vermişdi. Bilirsiniz, Həzrət Zəhra İmam Həsən ağanı götürdü, düşdü bəzi möminlərin qapısını döyməyə. Çoxlarının qapısını döydü. Əksər qapılar açılmadı Həzrət Zəhranın özünə. Açmadılar. Çıraqları söndürdülər, yox o evdə. Bəlkə bəziləri oradan köçdü. Zəhra bilməsin mən harada yaşayıram. Çıxmayım Zəhranın qabağına. Bəziləri köçdü, bəziləri çıraqları söndürdü, bəziləri açdı qapını. Amma qapını açanların da elə %99'u inkar elədi, dedi, yox, mən Qədir-i Xummidə olmamışam. Xəbərim yoxdur, eşitməmişəm, bilmirəm. Daha bilmirlər ki, kimi ilə danışırlar. Daha bilmirlər ki, elə bir varlıqla danışırlar ki, o varlıq onların yaranış səbəbidir. Hələ yaranış səbəbi deyirsənsə, betəriq-i övla fikrində nə var onu mən bilirəm. Bunu Həzrət Zəhra höccəti tamamlamaq üçün ilahi höccət idi. Höccəti tamamlamaq üçün qapıları döyürdü və elə lazım deyildi. Əmir-el-Mömininə lazım deyildi, amma höccət tamamlanmalı idi. Gündüzlər gəlirdi birinci xəbisin yanına, məscidə. Gəlirdi yanına, danışırdı, bəs fədək belə, bu cür belə. Axır bu günlərin birində bu birinci xəbis yazdı, qəbaləni yazdı. Verdi Həzrəti Zəhraya. Ki, da indi Həzrəti Zəhra
bu neçə günün içində bir dənə nəsə qazandı, belə deyək. Peyğəmbərin ona hədiyyə elədiyi bağı, fədəki yəni götürdü. Yolda ikinci şeytan, əslində birinci şeytan. Sırayla ikinci şeytan diyor, o birinci şeytandır. İblisin özü diyor, çıxdı Həzrət Zəhranın qabağına. İmam Həsən ağa da əlində idi. Həzrət Zəhranın soruşdu, niyə belə sevinirsən, nə olub? İmam Zaman ağa məni bağışlasın. Həzrət Zəhra buyurdu ki, bəs belə qəbaləni verdi. O iblis çox böyük bir cüssəsi var idi. Kafiranı cüssəsi var idi. O elə bir surəti insan, sirəti şeytan idi. O heç birinci deməzdi ki, bəlkə verəsən baxımıza, deməzdi o. O qədər kobud idi, şeytani xisləti var idi, onun sirəsi var idi ki, hücum elədi. Həzrət Zəhra'yı vurdu, Həzrət Zəhranı. İmam Zaman bağışlasın, vurdu, şillə ilə vurdu Həzrət Zəhranı. Həzrət Zəhra yıxıldı. İmam Həsən ağa girmişdi araya. Götürdü qəbaləni, cırdı, atdı. Verib verməmiş kimi. Həzrət Zəhra gəldi evə. Bir şairin bir sözü var, indi o şeir kimi yazıb. Deyir ki, Əmir əl-Mömininin dilindən, Həzrət Zəhranın dilindən diyalog kimi yazırlar. Əmir əl-Möminin Həzrəti Zəhra salamun əleyha ki, onda çarpayda yatırdı. Onun dilindən deyir ki, Zəhracan, mən evə girəndə ki, ondakı hələ ayaq üstə idi Həzrət Zəhra. Xanımdır da, evin xanımıdır. O da bir başqa bir mövzudur ki, bu cür əkməl, höccət, məsumə xanımlıq eləyib evdə. Evdə xanımlıq eləyib. Dedi Zəhra, o ki mən gələndə üzvü qaçırdırdın məndən. Elə bilirsən mənim xəbərim yox idi, bilmirdim. Zəhra, o qapı məsələsindən sonra o ki narahat ayağa dururdun, bir əlin qabırğalarında namaz qılırdın. Sən elə bilirsən mən bilmirdim. Zəhra, sən elə bilirsən mən bilmirdim Möhsinin sikt olmağın. Sən elə bilirsən mən bilmirdim bunları. Mən bunların hamısını bilirdim. Amma Zəhra deyə bilmirdim. Bugün Əmir əl-Mömininə əmanət olunmuş, Peyğəmbər tərəfindən əmanət olunmuş Zəhranın şəhadət günüdür. Dəfn oldu, Əmir əl-Möminin dəfn elədi Zəhrasını, amma necə dəfn elədi? Nə bir qovğa var idi. 7, maksimum 11 nəfər deyirlər. Amma əsasən 7 nəfər yazırlar. Həzrəti Zəhra salamullahi aleyhanın çiyninə tapılmadı orada insanlar. Əmir əl-Möminin vəsiyyətnaməyə əməl eləyir. Həzrət Zəhranın vəsiyyətinə ki, gecə dəfn elə, qüslümə gecə ver, kəfənim. Demə heç kəsə, mənim ölümümü heç kəsə demə. Xüsusi tapşırırdı. Elə ki, xəbər çatdı, Əmir əl-Mömininə Zəhra getdi. İmam Həsəni çağırdı, Həsəncan, ged Əmin Salmanı çağır. Ged Əmin Əmmarı çağır. Ged Əmin Əbu Zəri çağır. Bir qapılara göndərirdi xüsusi gecə ilə. İmam Həsən ağa bəzi yerlərdə var, İmam Hüseyin ağa da əl-ələ verdilər, getdilər. Anaları dünyasını dəyişib. İndi gözdə axşam səhər olar, səhər millət tökülər, ləyaqətləri yoxdur Zəhranın təşyiində iştirak eləsinlər. Onların ləyaqətləri yoxdur. Layiq deyirlər.
İçlərində hələ bir iki nəfər var idi. Sonradan bəlli oldu ki, heç ləyaqətləri yoxmuş. Satdılar Həzrəti Zəhranı. Peyğəmbəri satdılar, Əmirəl-Möminini satdılar. Döndülər. Nəyə satdılar? Peşi namazlığa satdılar. Cəmaatın qabağında peşi namaz dayanmağa satdılar. Təsəvvür edirsən? Siffeyində baş verdi bu. Üzr istəyirəm, Cəməldə baş verdi bu. Cəməldə baş verdi, Siffeyində biraz da yuxarıya qalxdı. Adi bir şeydir də. Kimsə dayanmalıdır, vəzifə kimindir dayansın, vəzifəsinə əməl eləsin. Belə şeylər gəldi. Həzrət Zəhra salamul əleyha buyurdu ki, gecə ilə, Əlican, gecə ilə, elə onlar gəlməsinlər mənim təşyiyimdə iştirak eləməsin. Mənim qəbrimi bildirmə Əlican onlara. Hətta dəfn edən Əmmargili, Salmangili belə unutdular Həzrət Zəhranın məzarın ki, harda idi. Orada bir cümlə var, onu da deyim də qurtarım. Daha indi qəbrin kənarındadılar. Cənazəni götürüb qoydular qəbrin kənarına. Deyirlər orada Səlman işarə elədi Əbazərgilə, Əmmargilə, indi neçə nəfər idi orada. İşarə elədi onlara çəkilin qırağa. Qaldı Əli ilə Zəhra. İkiləri. İmam Sadiq əleyhissalamdan soruşurlar Həzrəti Zəhranın cüssəsindən. Dedilər ki, İmam Sadiq əleyhissalamı ki, ağacan, Zəhranın cüssəsi necə idi? Deyir, Peyğəmbər cüssəsi var idi. Onda eyni Peyğəmbər idi. Deyir, bəs Əmirəl-Möminin onu qəbrə tək qoydu, götürdü qucağına, qoydu qəbrə, deyir, o 40 günün içində ət qalmamışdı Həzrəti Zəhradan. Balaca bir cüssəsi qalmışdı, dəri və sümük. İndi Həzrəti Zəhranın ziyarətnaməsi var, oxuyun o ziyarətnaməni, görün orada nələr imamlarımız ziyarət adı ilə o mesajları bizə göndəriblər ki, nələr eləyiblər Həzrəti Zəhraya. Əmmargili, Salmangili çəkildilər kənara, hamısı qaldı Zəhranla Əmirəl-Möminin deyirlər, götürdü qucağına, qəbrə qoymağa, baxdı Rəsulullahın qəbrinə. Dedi, ya Rasulallah, mənim bunların heç birindən xəbərim olmayıb, o cümlə qeyd olub. Və sallallahu aleyki ya bintə vəliyyəllah, salamu aleyki ya binti Nəbiyyəllah, salamu aleyki ya binti Habibillah, salamu aleyki ya binti xeyrə xəlqillah və rəhmətullah və barakatuhu. Adəməni sandına qiymətənəm oldu. Dünyada məni saldılar qiymətənəm oğlu. Qəlbim sınıb illət, odur ümmətənəm oğlu. Əli faş olmaya arif, sözü sözdən ala xoşdur. Hicran zədə hicran, sözünü çox sala xoşdur. Əlican ağlar gözlər və Fatimə qurban Əli. Divar dərin söhbəti pünhan qala xoşdur. Faş olsa salar çün səni taqətənəm oğlu. Əli, mən sənin qeyrətinə bələdəm. Əlican, Əli, bilirəm səni qeyrətin öldürəm. Əli, 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 can sinədə yorğundur, nə tabu, nə dözüm var.
Qəbrə mən ilə getməlidir bəzi sözüm var. Gizlətməyimi, əsrarımı məqsəldə bilərsən. Əlican əmoğlu, gizlətməyi əsrarımı məqsəldə bilərsən. Əli göz yaşımı zərbət yerinin üstə ələrsən. Əlican göz yaşlarımı tökərsən sinəmin yarəsinə. Göz yaşını zərbət yerinin üstə səpərsən. Öz məcərim ilə onu ahəstə silərsən. Əli sinəm apara bəhri təbabətdən əmoğlu. Quslumda tələsmə Əlican, qoy gecə gəlsin. Əlican, quslumda tələsmə, qoy gecə gəlsin. Niyə xanım, yorğun balalarım kimsə edə bilməz. Aram Əli, qoy gecə gəlsin. Ay çıxsa da səbr et, o da bəxtim kimi yatsın. Ay çıxsa da səbr et, o da bəxtim kimi batsın. Al bəhridən belə vaxtdə fürsət əmoğlu. Əmoğlu, bülbüllərimi Əlican, bülbüllərimi eylə bu qəmli evi məhbəs. Əli bülbüllərimə eylə bu qəmli evi məhbəs. Əsma onları ram eləsin, sarmayalar səs. Dəfn olmağımı sübhə kimi bilməyə bir kəs. Gizlətməni dəfn eylə bu ümmətdən əmoğlu. Gizlətməni bu ümmətdən əmoğlu. Allah şahiddir, rozə çoxdur, keçirəm buralardan. Ustadım bəyək belə buyurdu, bir neçə nəfərinə Zəhranın cənazəsini gətirdilər Bəqistanı Bəqiyyə. Qoydular o cənazəni yerə. Ağa Əmirəl-Müminin belə baxdı səhabələrə. Canla canımız qurban ayım Məzlum Əli, adamsız Əli. Dərd ortamı qəbrə qoyan Əli. Dedi ay Əli'nin dostları, ay Əli'nin vəfalı dostları. Siz gedin rahat yatın, çöllərdə sərgərdan mənəm. Siz gedin rahat yatın, çöllərdə sərgərdan mənəm. Siz gedin rahat yatın, rahat evimiz var, evi viran olan mənəm, evi viran olan mənəm. Ondan belə baxdı. Mən qazım titriyən əllərimlə bu məzarı gecə yar. Mən qazım titriyən əllərimlə gecə yarı bu
mezarı Dəfn olur mürtəzanın Əliyle daru nedari Gece yari Zəhra her gece bəqidə ağlaram yaralı Qəbrimi gəlib qucaqlaram yaralı Fatimə hələ bundan da betər var Mən necə bu ərimiş bədəni Yuyum axı belə zərə Hey axır qan dayanmır yaralı Neylim axı sələzər Ya Zəhra Ya Zəhra Allah şahiddir, bu söz mən o qədər yandırır. Allah'a and olsun. Bunu bilirsən, and ola xanım Fatimiyə bunu başına gələn bilər. Bu dərdi çəkən bilər. Ki bir həyalı, iffətli xanım Zəhranı itirmək nə deməkdir? Allah, Allah. Belə deyil, o həqiqətən sözdə məzlumiyyət var, and ola Allah'a. Qalmışam mən necə tapşıracam səni qəbrə hələ Zəhra. Zəhra bura qədər gətirmək düzdür, çətin idi, amma bura qədər asan idi. Amma indi qalmışam avara, bilmirəm səni necə qoyub qəbrə. Zəhra, axı Peyğəmbər səni mənə əmanət eləmişdir. İndi qalmışam, Allah əmanəti necə verin Peyğəmbərə? Bu halda əmanət qaytararlar, yox. Qalmışam mən necə tapşıracam səni qəbrə hələ Zəhra. Məqsəl üstə peykərim qoyum necə Zəhra. Ondan sonra deyir, hər gecə gələrdi Ağa Əmir-əl-Müminin. Oturardı qəbristan-ı Bəqidə. Baxardı və əlim vardı o. Qəbrin üstünə deyərdi, Fatimə. Fatimə qəbrin üstə mən gəlmişəm ağlayam gedəm. Evdə yatıb Hüseyin Həsən gəlmişəm ağlayam gedəm. Fatimə Allah şahid olsun, balalarımı necə yuxuya verib gəlmişəm. Fatimə gözlərini aç, haqqı batan Heydərünəm. Qəm qurabada batan, əşq-i rəvan həmsərvəm. Dərdi dildən salan, avara qalan Heydərvəm. Avara qalan Heydərvəm, Yəsrib əhli yatıb, asudə hələm mən oyağam. Qəm
Qəbrin üstəndə sənə qəlbi şikəstə qonağam. Arif istər danışam, dərdimi sözdən oxuyam. Sonra mən tək üzünə əşq ilə pərdə toxuyam. Fatimə Allah alimdir, Hüseyni necə verdim yuxuya. Mən kimi eşqimi başdan o bana atmırdı. Ana tək naz elirdim, Hüseynim yatmırdı. Ay Fatimə, sıxınım sinəmə pünhan eləmişdim üzünü. Dindirirdim mənə də faş eləmirdi sözünü. Neydirdi mən? Gözləyirdi salat, gəzdirirdi gözünü, cahil sağa, cahil sola. Hey deyirdi nigeranəm, evi tərk etmə ata. Bizi mənzildə qoyub ayrı yerə getmə ata. Əşqini gövbərinə, surətinə düzdü balam. Dil tutub, yorulub, qara gözün süzdü balam. Ətəyimdən balaca, əllərini üzdü balam. Ətəyimdən balaca, əllərini üzdü balam. Fatimə, bax belə gəlmişəm, Fatimə qəbrin üstə mən. Gəlmişəm ağlayam gedəm, evdə yatıb Hüseyn Həsən. Gəlmişəm ağlayam gedəm, evdə gedər gecə hamı, mərdüzən istirahətə. Gün ki batar, Əli batar, bəhr-i qəmu məlalətə. Fatimə, boş görə bilmirəm yerür, nail olam ziyarətə. Qəbrimin üstə qüssədən, gəlmişəm ağlayam gedəm. Qəbrimin üstə qüssədən, gəlmişəm ağlayam gedəm. Gəlmişəm ağlayam gedəm. Laylay ana, laylay ana, yaralısan sinəm batırdı alqana. 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 Mənə bax. Laylay ana, laylay ana, yaralısan sinəm batırdı alqana. Laylay ana, laylay ana, yaralısan sinəm batırdı alqana. Canım gözüm
şirin sözüm. Kəfən yaraşmıyır sənə cavanana, biraz dayan, biraz yuban. Bu ayrılıq çətindir mehribanana. Səbəb nədir bilənmirəm, nədən sinəmdə var diyarə ay ana. Atam əli tapanmadı, sinəmdəki bu dərdə çarə ay ana. Döyülmüsən, əzilmisən, yorulmusan biraz da dincəl ay ana. Hüseyni bir qucağa al, necə bunu edirdin əvvəl ay ana. Lay lay ana, lay lay ana, yaralısan sinəm batırdı alqana. Lay lay ana, lay lay ana, bu qədri zülm olunmuyub bir insana. Lay lay ana, lay lay ana, yaralısan sinəm batırdı alqana. Lay lay ana, lay lay ana, bu qədri zülm olunmayıb bir insana. Vəfalısan, həyalısan, gözündə qanı saxladın nihanana. Canım fəda, qanım fəda, gözündəki bu qana mehribanana. Yol istəsən yubatmaram, denəm fəqət bu binəvaya ayana. Düşəndə mən çuxur yerə, gələrmisənmi Kərbəlaya ayana. Ayağı bir öpüm sənin, çatım bu izzət urfaha ayana. Boğazımı kəsən zaman, əlində gəl su qətligaha ayana. Lay lay ana, lay lay ana, yaralısan sinəm batırdı alqana. Lay lay ana, lay lay ana, bu qədri zülm olunmayıb bir insana. Bu söhbətin aç illətin, o kuçədə baş verib bir anana. Canım Həsən, şirin suxən, çəkib fəqanı yağlayır yaman ana. O kuçədən keçən zaman, nədəndir bilmirəm qoyur üzün yerə. Hey ağlayır için için, öpüb vidalaşır qoyur gözün yerə. Demir bizə nə baş verib, bu sirri saxlayır özündə ayana. Əzizimin dayanmayır, gözəl üzündə göz yaşı mənim ana. Lay lay ana, lay lay ana, yaralısan sinəm batırdı alqana. Lay lay ana, lay lay ana, bu qədri zülm olunmayıb bir insana. Lay lay ana, lay lay ana, yaralısan sinəm batırdı alqana. Lay lay ana, lay lay ana, bu qədri zülm olunmayıb bir insana. Lay ana, lay lay ana,
Bu qədri zülm olunmuyub bir insana. Əmoğlu bir gözdən xanım atma belə. Gözümdə əşki qan elə qatma belə. Əmoğlu bir gözdən xanım atma belə. Gözümdə əşki qan ilə qatma belə. Azan zamanı Fatimə yatma belə. Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən Zəhra-i mən məndən alır qəmlər səni Zəhra nədən dərdi əli Zəhra kəsim əndazədən məndən alır Zəhra səni qəmlər nədən dərdi əli Zəhra kəsim əndazədən səndən sonra qürbət olar axər vətən Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən Zəhra-i mən bir aləmin dərdi xanım tək məndədir hər kəs evində Fatimə iməndədir bir aləmin dərdi xanım tək məndədir hər kəs evində Fatimə iməndədir səndən sonra Fatiməcan səndən sonra səndən əmoğlu Fatimə şərməndədir Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən Zəhra-i mən Zəhra gedib ətvalı bir qoyma mələr hər dördü əşkin arizi hər dəmələr getsən inan bu balalar harda mələr Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən yaralısan, yaralısan Zəhra-i mən Zəhra-i mən bax bir Hüseynə gör necə rəngi solub ağlar gözü əbri bəhari tək dolub bax bir Hüseynə gör necə rəngi solub ağlar gözü əbri bəhari tək dolub dur al qucağa gör necə qəmgin olub Zəhra-i mən
yaralısan, yaralısan Zehra'yı mən. Yaralısan, yaralısan Zehra'yı mən. Yaralısan, yaralısan Zehra'yı mən. Zehra'yı mən. Ay qəmi zamanədə cana gəlib doyanam, Hüseyin Zeynəbi gözü yaşlı koyanam, Hüseyin Zeynəbi gözü yaşlı koyanam. Dolubdu qəlbimə müsibət o məlal o qəm, olubdu zikrimiz cavan ölən anam anam, olubdu zikrimiz cavan ölən anam anam, anam anam anam, cavan ölən anam anam, anam anam anam, cavan ölən anam anam, anam anam anam, cavan ölən anam anam. Ey alemin gülü, baharımız xəzan olub, atam qəmində çün, inan ki bağırqan olub, ölüncə gizlədən sinəsinin yarasını, Həsən deyib dünən oxuca macərasını. Anam anam anam, anam 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 anam, anam anam anam, cavan ölən anam anam, anam anam anam, cavan ölən anam anam. Ölüncə qarəvi başıma bağlaram ana, gecə günü sənin qəmində dağlaram ana. Ölüncə qarəvi başıma bağlaram ana, canım fəda sənin o qüssəli sükutübə, həmişə ağlaram namazı və qunudübə, həmişə ağlaram namazı və qunudübə. Anam anam anam, anam anam anam, anam anam anam, cavan ölən anam anam, anam anam anam, cavan ölən anam anam. Yuxuma gəl ana, söylə qızım halın necə, analıq eylirəm bu asnilə hər gecə, analıq eylirəm bu sinnilə hər gecə. Yorulmuşam ana, qəmi fəraqı və inan, alovlanır ürək Hüseyin su istəyən zaman, alovlanır ürək Hüseyin su istəyən zaman. Anam anam anam, cavan anam anam anam, anam anam anam, cavan ölən anam anam, anam anam anam, cavan ölən anam anam. Bu evdə Heydərə istəkli yavər olmuşam, bu evdə Heydərə istəkli yavər olmuşam. Hüseynə düzdür ki zahirdə xahər olmuşam, Hüseynə düzdür ki zahirdə xahər olmuşam.
Sənin yerində mən Hüseynə madər olmuşam. Sənin yerində mən Hüseynə madər olmuşam. Anam, 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 cavan ölən anam, 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 cavan ölən anam, anam. اللهم إنا نسألك بحق فاطمة بابيها وبعلها وبنيها والسر المستودع فيها. İlahi var perverdigara selam veririk. Allah'ın hatırı. İlahi selam veririk. Erhamer Rahim'in hatırı. İlahi selam veririk. Esma-i Hüsna'yı. İlahi selam veririk. Çağrı'na sonun senin yanında olan kocaman cüretlerine. İlahi selam veririk. Hazreti Zehra'ya Ether selamullahi aleyhi senin yanında olan korku menziletine. İmam Zaman Ağa'nın zuhur ve kıyamında təcil elə. İlahi Ağa'nın nazənin qəlbini bizlərdən razı və xoşnud elə. İlahi bizlərə o Ağa'ya sərbaz olmağı tövfiq inayət elə. İlahi o Ağa'nın bizim haqqımızda olan duaları müstəcab elə. İlahi bizləri o Ağa'nın xeyirli dualarına məşmul elə. İlahi dünyadan gedən valideynlərimizə rəhmət elə. İlahi dünyada olan valideynlərimizi salamat elə. İlahi onların bizim haqqımızda olan duaları müstəcab elə. İlahi var pərverdigara, elm, əməl, iman, təqva yolunda bizləri sabit qədəm elə. İlahi bizləri Qur'an-ı Kərimlə, Peyğəmbər və Əhl-i Beyti ilə mənus elə. İlahi var pərverdigara, bizləri Əmir-əl-Mömininin vilayətində sabit qədəm elə. İlahi nəslimizdən, kökümüzdən, soyumuzdan bu vilayətin əleyhinə övlad qərar vermə. İlahi xəstələrimiz var, şifaya acil inayət elə. İlahi övladı olmayanlara övlad inayət elə. İlahi övladı xəstə olanlara şifaya acil inayət elə. İlahi tövbələrimizi bizdən qəbul elə. İlahi bizləri tövbə əhlindən qərar ver. İlahi bizləri özündən başqasına möhtac eləmə. Möhtac eləsən qeyri-möminə möhtac eləmə. İlahi vətənimizi, torpağımızı, xalqımızı, millətimizi düşmən təfəkküründən hifz elə. İlahi xalqımızın, millətimizin mənəvi düşmənlərini zəlil və rüsva elə. İlahi onların məkirli planlarını öz başlarına qeytər. İlahi var pərverdigara şəhidlərimizə rəhmət elə. İlahi məclisin savabından onların ruhlarına aid elə. İlahi qazilərimizə səbir kəramət elə. İlahi vətən xidmətində olan balalarımızı salamat elə. İlahi var pərverdigara selam veririk. Allahlığın xatirinə Hüseynçini üzbə üz qoyma. İlahi qardaşlarımız əziyyət çəkdilər. Qur'an oxudular. Mərsi oxadılar, roza oxadılar. İlahi var pərverdigara onları Peyğəmbər və Əhl-i Beyti ilə məşhur elə. İlahi hər nə müşkülləri var yeni qüdrətindən həll elə. İlahi var pərverdigara bizləri Kərbəlayı etməmiş öldürmə. İlahi uləma-i isna şər xüsusən məqam-ı qaid yerin göyün bəliyyatından hifz elə. İlahi qalib elə düşmənlərin məqlub elə. İlahi vilayətin vilayətə mütəsil elə. İlahi nahəqdən zindanlarda yatan mümin müminələrimiz var. İşlərində fərəc inayət elə. İlahi onlara səbir kəramət elə. İlahi ailələrin, balaların hifz elə. İlahi şərratanlarla şərratılanların yerlərin əvəz elə. İlahi var pərverdigara burada olan dualara Həzreti Zəhra salamullahi aleyhanı aminçi qərar ver. İlahi var pərverdigara selam veririk. Allahlığın xatirinə İltimasız edənlər var, duaların məqbul elə. İlahi var pərverdigara selam veririk. İzzəti, əzəmət və qəlblərimizin dərinliyində xüsusi dualarımız var. Dilə götürə bilmirik, yalnız sənə deyirik. İlahi bizim o cür dualarımızı rəva və rəvan elə, müstəcab elə. İlahi var pərverdigara selam veririk. Allahlığın xatirinə bizlərə qüvvət inayət eləmisən, qüdrət inayət elə. İlahi var pərverdigara selam veririk. Allahlığın xatirinə, böyrüyün xatirinə. Yaddan çıxmış dualarımız var, hansı ki yadımızdan çıxır dua etməyə. İlahi var pərverdigara, amma dostların zehinlərindədir.
İlahi beraberdə bir xeyr elə. İlahi var Pərverdigara sənan veririk. Allah'ın xatirinə Həzreti Zəhra salamullahi aleyhanın qəbrini ziyarət etməmiş bizləri öldürmə. İlahi var Pərverdigara sənan veririk. Allah'ın xatirinə ev əhlin yerin gövməliyatından hifz elə, duaları müstəcab elə, müşküllərin həll elə. İlahi var Pərverdigara sənan veririk. Allah'ın xatirinə gələn il Həzreti Zəhra salamullahi aleyhanın əyyamına qədər bu evdən uşaq səsi çıxartdı. İlahi var Pərverdigara sənə and veririk. Allah'ın xatirinə bu cür duası olanların dualarını müstəcab elə. İlahi var Pərverdigara gələn il bu əyyamı bizlərə qismət elə. İlahi var Pərverdigara ağanın zuhur və qiyamında təcil elə. Ağanın zuhur və qiyamından sonra bizləri o ağanın qarşısında yox, ağanın yanında, civarında üzü ağ, peşman olmayanlardan qərar ver. Binəbiyyina və aleyh, ibadət, itaət, dualarımızın məqbul olması haqqında Peyğəmbər və əhl-i beytinə Muhammedi salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil